Fevralın 4-ü saat 09:00-a olan operativ məlumata görə ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür. Hazırda Respublikanın bir çox bölgəsində yağıntılı və küləkli hava müşahidə olunur. Sferas xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı açıqlamaya əsasən dağlıq və dağətəyi rayonlarda qar yağışı qeydə alınıb. Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Lerik, Quba və Qaxın Sarıbaş kəndində yağıntı qar şəklində düşür. Digər ərazilərdə isə əsasən yağış yağır. Eyni zamanda ölkənin bir sıra bölgələrində güclü şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28 metr/saniyəyə çatır. Goranboyda bu göstərici 23, Bərdə və Naftalanda 21, Gəncədə 20 metr/saniyə təşkil edir. Şəki və Mingəçevirdə 18, Şəmkir və Tərtərdə 16, Culfa və Yevlaxda isə 15 metr/saniyədək güclənən külək qeydə alınıb. Güclü külək səbəbindən açıq ərazilərdə ehtiyatlı olmaq tövsiyə olunur. Xəzər dənizində də hava şəraiti əlverişsizdir. Dalğaların hündürlüyü 3,8 metrə çatır ki, bu da dənizdə hərəkət edən nəqliyyat vasitələri üçün müəyyən risk yaradır. Bundan əlavə, bəzi rayonlarda dumanlı hava şəraiti müşahidə edilir. Daşkəsən, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Qusar, Qırız, Şahdağ, Göyçay, Lerik, Astara və Sabirabad ərazilərində görünüş məsafəsi 300 metrədək məhdudlaşıb. Bu səbəbdən xüsusilə avtomobil sürücülərinə diqqətli olmaq, sürət həddini azaltmaq və təhlükəsizlik qaydalarına əməl etmək tövsiyə edilir. Milli Hidrometeorologiya Xidməti qeyri-sabit hava şəraitinin bir müddət davam edəcəyini bildirir.